Salamlar, vaxtınız xeyir olsun dəyərli Futbol İstimo izləyiciləri. Bu dəfə biz artıq finallar öncəsi sizin görüşünüzə gəlmişik. Qarşıda bizi Avropa Liqasının finalı, ardınca Konferans Liqasının finalı və nəhayət Çempionlar Liqasının final oyunları gözləyir. Dəyərli həmkarım Tərlan Şahinoğlu ilə birlikdə bugün biz Xırdalandayıq və Palmada dəyərli dostlarla birlikdə Elşən və Surxay ilə birlikdə İsmailov Media olaraq bugün biz Xırdalandayıq və bugünkü videoları məhz bu məkanda çəkəcəyik. Xoş gördük Tərlan, salamlayıram səni. Mən burada qismən qonaq sayılıram Xırdalanda, amma yenə də sağ olsunlar, yəni evdəki kimi özümü hiss edirəm. Biraz fasilə verdik, amma vaxtında qayıtmışıq. Düşünürəm ki, elə finallar həftəsindəyik. Qarşıda bizi San Mamés Bilbao finalı gözləyir. Avropa Liqasında həll edici qarşılaşma keçiriləcək. 2 Premier Liqa təmsilçisi üzrə gələcək. Daha sonra təbii ki, Konferans Liqasında final olacaq və Çempionlar Liqası ilə mövsümə yekun vurulacaq. Məncə başlayaq elə Avropa Liqası. Çünki xronoloji ardıcılıqla gedək. Birinci Avropa Liqasının final oyunudur və bu finalda İngiltərə klubları üzrə gələcək. Hərçənd ki, Premier Liqada heç bir uğur qazanmayan və son pilələrdən xilas olan Manchester United, Bilbao'nu bir dəfə fəth edən Manchester United və digər tərəfdə mövsümün flash komandası və Qarabağın rəqibi olmuş Norveç təmsilçisi Bodø/Glimti keçən 2008-ci ildən bəri heç bir titul qazanmayan. Bəli. Bir dəfə final uduzan Tottenham olacaq. Buyur, biz Tərlana daha çox bugün imkan verməliyik danışmağa. Çünki həm Premier Liqa onun sahəsidir birbaşa olaraq, həm də Manchester United məsələsini daha çox gündəmdə saxlayacaq. Tottenham barədə məlumat verəcək. Ümumiyyətlə, finala qədər hazırki vəziyyət necədir? Yəni, komandalar Bilbao'ya necə yollanmaqdadılar? Valla, çempionat oyunlarını yola verərək daha çox son həftələrə nəzər yetirsək, komandalar final maçına çıxacaqlar. Yəni Premier Liqada heç bir güc sərf etmədən demək olar ki, bütün maçları uduzdular, gözləndiyi kimi. Yəni kimə xal lazım idisə bu komandalardan aldı. Chelsea olsun, Aston Villa olsun, Çempionlar Liqasında vəsiqə üçün oynayırlar. Amma bu komandaların özü də çalışdılar ki, həmin o oyunlarda heç olmasa futbolçuları zədələnməsin. Əsas məqsəd bu. Yəni nəticədən daha çox çalışırlar ki, məsələn, ay Allah, heç kim Bruno zədələnməsin, tutaq ki, və yaxud hansısa bir Tottenham'in aparıcısı oyuncusu zədələnməsin, amma təəssüf ki, bunlar baş verdi. Lenioro Manchester United heyətinə son oyunlara baxsaq, maçların birində zədələndi. Amma Lisandro Martinez xaric digər oyuncuların finalda oynamaq ehtimalı var. İndi tam oynayacaqlar, yoxsa müəyyən dəqiqələr yer alacaq, belə deyək, komandalarına kömək edəcəklər, o bilinmir. O artıq Ruben Amorim və məşqçilər heyətinin qərarı olacaq. Amma dəqiq olan bir fakt var ki, Tottenham'da ciddi itkilər var. 3 futbolçu, ən azı 3 futbolçu dəqiqdir ki, finalda oynaya bilməyəcəklər. Bunlar Lukas Bergwall'dır, Dejan Kulusevski də əməliyyat olundu və təəssüf ki, James Madison'ın da zədəli olduğu bildirilmişdir. Mövsümü bağlı, bəli. Təbii ki, ciddi itkilərdir. Maraqlı daha bir fakt var. Qeyd edə ki, ümumiyyətlə, UEFA kubokunun ilk qalibi Tottenham'dir. 72-ci ildə ilk dəfə keçirilmişdi və həmin o vaxt hətta qeyd edim ki, finallar 2 oyundan ibarət idi. Rəqib də İngiltərə təmsilçisi idi, yəni Wolverhampton idi. 2 oyun nəticəsinə görə ilk UEFA kuboku finalında Tottenham 2 oyun nəticəsinə görə rəqibinə qalib gələrək çempion olub. Sonra daha bir dəfə də çempion olublar onlar. Anderlechtdə qalib gəlmişlər. 1-1-1-1, sonra penaltilərlə Tottenham qalib olmuşdu. Yəni bu turnir UEFA adlananda Tottenham 2 dəfə qalib olub. Amma Manchester United olmayıb, çünki demək olar ki, Sir Alex Ferguson dövründə yalnız Çempionlar Liqasında mübarizə aparmışlar. 3-cü pillədən aşağı düşmürdülər. Yəni Avropa Liqasında və UEFA kubokunda çox nadir hallarda biz gördük Manchester United'ı. Amma Avropa Liqası, bəli, Avropa Liqası adlanandan biz 2 dəfə Manchester United'ın belə deyək qalibiyyət, bəli, finala çıxdığını görmüşük. Birində qalib gəlmişlər Ajax'a və Villarreal'a da penaltilərdən uduzmuşdular. Hətta De Gea'nın penalti qaçırıb penalti tuta bilmədiyi bir seriya var idi ki, uzun davam edən seriya. Qalib olublar 2017-ci ildə, yenə finaldadılar. Mən çox danışdım, amma daha bir fakt var. Manchester United'in qapıçısı Andre Onana PSK karyerası ərzində 2 Avrokubok finalı uduzub. Biri Çempionlar Liqası turnirində Inter'ə, sənin şərh etdiyin oyunda, biri də Avropa Liqasında Manchester United'ə. Rəqiblərin hər ikisi Manchester təmsilçisi olub. Biri United, biri City, gördü ki, Manchester'a qarşı oynayırlar. İndi bilmirəm, gəlib qalib olacaqmı Avrokubokda, yoxsa gəlib Manchester bədbəxt eləyəcəkmi? İndi bu təbii ki, finaldan sonra məlum olacaq. Amma dəqiq olan odur ki, yəqin ki, onunla oynayacaq, eləmi?
Altay şansı. Bayındır bəli, inandırıcı deyil ki, start heyətdə olsun, Andre onunla oynayacaq. Amma açıq Məndən bu qədər açıq. yox, yəni mən Tottenhamla bağlı maraqlı məqam ondan ibarətdir ki, Son Heung-min sıralara qayıtdı və oynayacaq. Radu Draguşin də bilmirəm oynayacaq, amma o da oynamaq ehtimalı var. Amma mən əsas o 3 içkini qeyd etdim. Lukas Bergvall, Dejan Kulusevski və James Madison. Bəli, Madison da olmayacaq, amma bu finalın mən də, yəni bilmirəm indi izləyicilər də yazacaqlar rəylərini, indi görək onlar daha çox hansı komandanın qalib gələcəyini düşünürlər. Amma sanki gedişat da onu göstərir. Bir inkişaf daha çox sanki diqqət cəlb edəndir Ruben Amorim'in komandasında. Amorim sanki yavaş-yavaş bu komandanı yığmaq, xüsusilə Avropa Liqasında naməğlub komandadır. Finala qədər heç kim uzmayıblar. Bax bu məqam var. Zaten mövsüm finala naməğlub gələn Bayer Leverkusen finalda Atalanta'ya uduzdu. Bəli, onlar mövsüm uzmamışlar. Onlar mövsüm boyu uzmamışlar. Hətta Bundesliga-da məğlubiyyətsiz çempion oldu. Bəli. Məğlubiyyətsiz çempionun gəlib finalda Gasperin Atalantasına 0-3 hesablı məğlubiyyəti var idi. O heç kim göstərmir. O heç. Amma yəni İngiltərə Premyer Liqası təmsilçilərinin də öz aralarındakı duellərini xatırlayanda Tərlan, bu mövsüm Tottenham Manchester United-dan daha biraz öndə olub və 3 görüşdə bu mövsüm ərzində Tottenham Manchester United-ə 3 dəfə qalib gəldi. Həm Premier Liqada, həm də Premier Liqada 2 dəfə və Liqa Kuboku turnirində də Manchester United belə turnirdən kənarlaşdırıb mərhələ adlayıb. Yəni bir sözlə hələ ki Tottenham bu duellərdə bu mövsüm üçün öndə görünə bilər, amma məncə United-in ən böyük üstünlüyü bilsə nədir? Yəni daha çox onlara şans verilməsinin məncə onların Bilbao'nu keçməsi. Məsələn, türklər deyirlər bir kupa canavarıdır Manchester United. Kubokda əgər ortada kubok varsa Manchester United dəyişir. Həm də ki San Mamesdə bu yaxınlarda oynayıblar. Xoş xatirəsi var. Məncə özdə yəni çox ciddi favorit idi. Elə onların aplavasından başqa olur. Yəni Premier Liqa amma Amorim də özü qeyd etmişdi ki, yəni razıyam ki biz bu mövsüm Premier Liqada yaxşı oynaya bilmədik və finalda rəqib Premier Liqa təmsilçisidir və biz əziyyət çəkəcəyik. Amma bir məqam da var. Yəni bu bütün məsələlər öz yerində. Manchester United-in və Tottenham şanslarını müəyyən qədər qiymətləndirdi. Tottenhamdə xüsusilə Kulusevskinin məncə mən ən ciddi itkilərdən biri kimi onun adını çəkə bilərəm. Olmaması bəlkə də planlarını pozacaq baş məşqçinin, amma mən United tərəfə qayıdıb bir də heç də xoş olmayan bir mənzərəni qeyd etmək istəyirəm. O da United rəhbərliyinin məşqçilər heyəti və Ruben Amorimin yaxınlarının Bilbao'ya səfər xərclərini öz üzərinə götürməməsidir. Çox maraqlıdır. Pul xərcləyin gəlin. Buna görə də Ruben Amorim 30 nəfərlik heyəti öz maaşı ilə öz cibindən xərcləyəcək. Daha bir maraqlı məqam var. Tottenham qalib olsa Londonda parad eləyəcək, yəni kuboku yəni canfəşanlıqla qeyd edəcəklər. United qalib gəlsə, sadəcə o öz məşq bazalarında kabab qonaqlığı verəcəklər, barbekü təşkil edəcəklər. Yəni bu ola bilər ki, Avropa Liqası turniri United üçün o qədər də önəmli olmasın. Amma Tottenham üçün çox önəmli məsələdir. Çünki onlar qalib gəlmir. 2008-ci ildə bu yana kubok qazandı. Amma bir məsələ də var Tərlan. Yəni Manchester United üçün kubokun ən əhəmiyyətli tərəfi onun gələn mövsüm Çempionlar Liqasına çıxış biletidir. O heç hər iki tərəf üçün. Həm də ki yay transfer pəncərəsi yaxınlaşır və əlbəttə ki hər bir futbolçu Çempionlar Liqasında oynasın və onlar da hal-hazırda oturub gözləyirlər ki, kim görəsən United Çempionlar Liqasına gedəcəksə, Unitedin təklifini qəbul etmək olar. Amma elə oyunçular var ki, şərt qoyurlar United'a. Gözləyə görə düşəcəksinizmi? Amorim yolları yad elədi ki, bizə belə oyunçular lazım deyil. Bizə sırf çempionlar turnir seçən oyunçu lazım deyil bizə. Bu barədə biraz Gyökeres haqqında məlumatlar var idi ki, yəni oturub gözləyik ki, görək United Çempionlar Liqasına düşəcək yoxsa yox, ondan sonra baxarıq. Amma bir yandan da Arsenal ciddi maraqlanır Gyökereslə və artıq ilk təkliflərini ediblər. Mən bildiyim qədərilə yazılana görə bu mövsüm Sporting bu futbolçunun transferindən 65 milyon aşağı razılaşmayacaq. Yenə çempion oldular Sporting. Və yenə də bombardir oldu, komandanın ən önəmli fiquru oldu. 60 neçə golun vurulmasında iştirak elədi. 2024-cü ildə ən çox gol vuran oyunçu oldu. Milli həm də klubda vurdu. Bütün qollar daxil. Yəni bir sözlə Manchester United Tottenham finalına doğru biz istər-istəməz bu klublar ətrafında gəzən söz-söhbətlərə də toxunmuş olduq və əlbəttə United azarkeşləri üçün də, Tottenham azarkeşləri üçün də bu finalın əhəmiyyəti çox böyükdür. Yəni bir daha qeyd edim, Premier Liqada komandalar 15-16-cı pillələrdə qərarlaşırlar. Yəni heç 16-17 hətta Manchester United hələ 40 xal səddinə çatmırlar bu komandalar. Yəni bu tarixlərin zəifləşlərindən biridir. Bir maraqlı faktı deyim. Dekabr ayında İngiltərə Premier Liqasında Manchester United'in 30 xalı var idi. May ayına qədər cəmi 9 xal toplaya bilib United Premier Liqa maçlarında. Dekabrdan maya qədər Manchester United yalnız 9 xal qazanır. Amma məsələ gəlsin necə? Ruben Amorimi həm də ona görə qınaya bilmirsən. Birincisi komandaya sezon ortasında, mövsüm ortasında gəlib. Gözləmədilər ki, bu mövsüm bitsin və ya hansısa bir məqam. Üstəlik də o gələndən sonra komanda Avropa Liqasında uğurla irəliləyir. Yəni bir turnirdə bu komanda qələbəyə doğru gedir. Yəni bu mövsümü əgər Manchester United
titulla başa vursa, heç kim Manchester United turnir cədvəlindəki 15-ci 16-cı Maraqlısı pləsini bilsən nə danışmayacaq. olacaq Ramiz? Yəni United'ın vəziyyəti məlumdur. Yəni ən pis dövrünü keçirir bəlkə də. Son 2 ildə bu komanda buna baxmayaraq uğur qazanır. Titul qazanır. Liga kuboku, FA kuboku və indi Avropa liqasında Ondan finalda. əvvəl də Avropa liqası qazandı. Arsenal fakirləri də belə izləyirlər. Yəni ki, necə ola bilər də Manchester Biz hər il ikinci oluruq. Biz özümüz görürük. Arteta 5 ildir titul qazanamır. Hər il ikinci və yaxud Çempionlar Liqasında görürük ki, yarım final oynadı, alınmır. Yəni 5 ildir bu komanda nə qədər güclü, ən güclü vaxtında Arsenal uğur qazana bilmir. Bu il üçün bəxtsizliyinə razılaşaq ki, adamlar hücumçusuz oynadılar. Adamlar Magalhães istədilər. Arsenal söhbət Arsenaldan gedir. Amma təbii ki, bunun yekun nəticəyə heç bir təsiri yoxdur. Yekun olaraq. Bir maraqlı faktor. Mövsümdə titul varmı? Yox. Hətta mən bir faktı nəzərdə çatdıram, indi yadıma düşdü. Yadınızdadsa Manchester United 2017-ci ildə Avropa Liqasının qalibi olmuşdu. 2016-2017-ci illər mövsümün qalibi olmuşdu. Həmin mövsümdən öncəki mövsüm Louis van Gaal FA Kubokunun qalibi olmuşdu. Yəni Niderlandlı mütəxəssisdir. Ondan sonra kim gəldi? Jose Mourinho gəldi, Portuqaliyalı mütəxəssis. Avropa Liqasının qalibi oldu. Ötən mövsüm Erik ten Hag Niderlandlı baş məşqçi Manchester United FA Kubokunun qalibi oldu. 2017-ci ildə gəldi. Avropa Liqasını qazanmaq kimi var. Bir maraqlı fakt da var. 2016-2017-ci illərin mövsümündə bu mövsüm olduğu kimi Manchester City titulsuz mövsüm başa vurmuşdu. Yəni mövsüm yenə bütün City. yollar hamısı United aparır. Yəni o ssenari təkrarlanır. Kuboka. City mövsümü titulsuz başa vurur. Manchester United FA Kubokundan sonra yenə Avropa Liqasının finalındadır. Yenə bir Portuqal məşqçi gəlib Niderlanddan sonra. Mütəxəssislərin də belə deyək də o milliyyəti eynidir. Bəli, bəli. Yəni ssenari belə bir ssenari var. Görək indi United Tottenham'la mübarizədə hansı Amma nəticəni bir fakt da var Ramiz. Yəni faktlarla zəngin bir verilişdə yazıda. Bu il ümumiyyətlə yəni sensasiyalar ilidir futbol ilində. 70 ildən sonra Newcastle kubok qazandı. Liga kubokunun qalibi oldu İngiltərədə. Crystal Palace tarixinin ilk böyük titulunu qazandı ümumiyyətlə buna qədər. 51 il başqası. Üst səviyyədə heç bir titul qazanmamışdı. Bologna 50 il sonra İtaliya kubokunu qazandı. Niderlandda Go Ahead Eagles komandası ilk dəfə Niderland kubokunu qazandı və Harry Kane 31 yaşında karyerasının ilk titulunu qazandı. İlklər, o belə deyək, həsrətlər yekunlaşır. Bu nəyə gətirib çıxarır? Tottenham'in həsrətinin son qoymasına. Ən mənalı faktı sonra saxlamışdın. Bir fakt da var ki, qalib finaldakı oyundan sonra müəyyənləşəcək. Yəni bizim bunlar hamısı oyundan öncəki fikirlərdir. Görək indi Manchester United yoxsa Tottenham Bilbao'dan qalib ayrılacaq.